Esselamu Aleyküm, əziz dəyərli müsəlmanlar. Həqiqətən də çox möhtəşəm bir ayə oxudum. İnsanın qəlbini titrədən bütün ayələr Allah Subhanahu taalanın ayələri, onu deyim ki, düşünən, ibrət alan bir qövm üçün dəlillər vardır. Həqiqətən də Allah Subhanahu taalanın bir ayəsi var, insanın qəlbini titrədən, tüklərini ürpədən bir ayədir. Bu dünyada ən çox sevdiyimiz, istədiyimiz şey təbii ki, evlərimizin olmasıdır, miniyimizin olmasıdır. O cümlədən də karyera qurmağımızdır, müdür olmağımızdır, əkin sahələrimizin olmasıdır, belə deyək də, zavodlarımızın, fabriklərimizin olmasıdır ki, bu dünyada xoşbəxt yaşayaq. Sən demə, xoşbəxtçilik heç də bunda deyildir. Bu elə bir nəsihətdir ki, belə bir söz var, heç bunu qardaş qardaşa deməz. Həqiqətən də sən demə, xoşbəxtçilik ayrı bir yerdədir. O ki, qaldı mən deyim, siz də onu götürüb əməl etməyiniz lazımdır. Hansı ki, Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, Zuyyinə linnəsi hubbuş şəhəvat. Deyir, zövqlər insanlara gözəl göstərildi. Yəni, zövqlə geyinməkdir, keçinməkdir, dəblə ayaqlaşmaqdır. Bunlar insanlara, deyir Allah Subhanahu taala, gözəl göstərildi Əl-İmran surəsində. Minən nisəyə, qadınlar, minən nisəyə vəl bəninə, qadınlar, uşaqlar, vəl müqanətiril məqantəri minəz zəhəbi vəl fidda, qızıl, gümüş yığanları, vəl xaylelil musavvaməti vəl ənəmə vəl hərs, yaxşı cins atlar, belə deyək də, yaxşı cins atlar, yəni ki, bizim dildə desək, müasir dövrdə, yəni gözəl maşınlar, bahalı maşınlar, vəl ənəmi, malqara, vəl hərsi, əkin sahələri, belə deyək də, fabriklərin, zavodların olması, zəlikə mətəl həyat-ı dünya, bunlar bildiyimiz kimi dünya həyatının keçici zövqləridir. Vallah ində husnul məəb, gözəl dönüş isə Allah qatındadır. Təsəvvür, bu dünyada bundan gözəl nə ola bilər? Qadınlardır, uşaqlardır, yaxşı cins atlardır, belə deyək, gözəl miniklərdir, maşınlardır, malqara və əkin sahələrinin olmasıdır. Bu dünyada bundan gözəl nə ola bilər? Demə, bundan gözəl də olan bir şey var imiş. Hansı ki, Allah Subhanahu bizə bildirir. Deyir Allah Subhanahu, qul əunəbbikum bi xayrin min zəlikum. Bundan daha yaxşısını sizə bildirinmi? Təsəvvür edin, bundan daha yaxşı nə ola bilər? Allah Subhanahu buyurur ki, bundan daha yaxşısını sizə bildirinmi? Allah Subhanahu buyurur ki, lilləzinə təqav. Yəni, Allahdan qorxmaqdır. Yəni, Allahdan qorxub pis əməllərdən çəkinməkdir. İndə Rabbihim cənnətun təcri min təhtiyəl ənhər. Onlar Rəbbi yanında altından çaylar axan cənnətlər, bağlar vardır o kimsələr üçün. Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün. Xalidinə fiyhə, onlar orada əbədi qalacaqlar. Vazvacun mutahhara, və onlar üçün orada pak zövcələr vardır. Və ridvanu minallah, və Allahdan razılıq vardır. Vallah bəsirun bil ibəd, axı Allah bəndələrini görəndir. Görün, həqiqətən də Allah qorxusu ən böyük nemətlərdən biridir. Və o cümlədən də Allah qatında, Allah Subhanahu Quran-ı Kərimdə buyurur ki, Allah qatında ən hörmətli olanınız Allahdan daha çox qorxanınızdır. Təsəvvür edin, bir şəxsin, bir insanın, bir müdirin, yaxud da vəzifəli şəxsin yanında hörmət qazanmaq üçün gecə və gündüz, səhər və axşam dəridən, qabıqdan çıxırıq ki, onun yanında hörmətimiz olsun, onun hörmətini qazanaq. Bəs aləmlərin Rəbbi olan Allahın yanında hörmət qazanmaq üçün Allahdan qorxmaq kifayət deyilmi? Ona görə də Allahın əmrlərini yerinə yetirməklə, qadağalarından çəkinməklə, Allahın istədiyi kimi, Allaha yaraşan şəkildə Allahdan qorxmaqla bir o qədər də Allah yanında hörmətimiz artacaqdır. Yə eyyuhəl-ləzin əmənəttəqullah, ey iman gətirən, Allahdan qorxun. Əmənəttəqullah haqqa tuqatihi və lə təmutun ilə antum muslimin. Ey iman gətirən, Allahdan Allaha yaraşan şəkildə, yəni Allahın istədiyi kimi qorxun. Yalnız müsəlman olduğunuz halda müsəlman kimi ölün. Allah Teala bizi
təqvalı olan, Allahdan qorxan kimsələrdən etsin. Allah qatında ən hörmətli olan qullarını etsin. Esselamu aleykum və rəhmətullah.